Değerli Fokus TV seyircileri, hepinizi saygıyla selamlıyorum. Bugün konuğum Azerbaycanlı gazeteci Etibar İskenderov. Kendisi de birçok muhalif eee, gazeteci gibi, veya muhalif siyasetçi gibi diyelim. Azerbaycan'da Azerbaycan iktidarının, Aliyev iktidarının muhalif olması sebebiyle gerek emniyet kuvvetlerinin gerekse yargının mağdur ettiği kişilerden bir tanesi. Türkiye'de nasıl 15 Temmuz öncesinde ve sonrasında ciddi bir otoriterleşme yaşanıp yargı iktidarın elinde bir sopa haline gelmişse, kardeş ülke Azerbaycan'da da İtibar Bey'le yaptığımız birebir sohbetlerde anladığım kadarıyla söylüyorum. Neredeyse aynı şeyler orada da yaşanıyor. Yani işte farklı iki tane ülke ancak sanki birebir aynı şeylerin kopyası yaşanıyormuş gibi hissettim ben. Gerek muhalif medyaya, siyasetçilere, sivil toplum örgütlerine veya kamuda çalışan kişilere yönelik olarak iktidarın kontrolünde olan kişi ve gruplar, kurumlar bir şekilde organize şekilde herhangi bir ahlaki ve yasal ilke tanımaksızın saldırılar gerçekleştiriyorlar. Bunu İtibar Bey'in hayatından bir şekilde biz de birebir görmüş olacağız. İtibar Bey, hoş geldiniz yayınımıza. Teşekkür ederim Hasan Bey. Ben sizin timsalınızda bütün izleyicileri, arkadaşlarımızı salamlayıram, bize bakanları. Ben Azərbaycan Xalq Cəbhəsi Partiyasının üyəsiyim. 2019-cu ildən qanuni üyəyim. Azərbaycanda baş Azerbaycan verən Halk Cephesi Partisi diyelim. Yani biraz hani seyircilerimiz anlaması açısından, evet. Azərbaycan Xalq Cəbhəsi Partiyasının Azərbaycan Xalq Cəbhəsi Partiyası Azərbaycan Xalq Cümhuriyyəti Partisinin qanuni varisidir. Hı hı. Qurucusu Məmmədəmin Rəsulzadə 1118-ci ildə demokratik olaraq Azərbaycan Respublikasını quranda Azərbaycan Xalq Cəbhəsi Cümhuriyyəti Azərbaycan Xalq Cəbhəsinin qanuni varisi olaraq Azərbaycana tanıtıldı və başqanı Əli Kərimli, Əli bəy kəndisine sayğı duyduğum Azərbaycan xalqının rifahı və demokratiyası uğrunda yıllardır savaş aparır. Maalesef şu anki iktidarın elinde bu savaşla başarı olabilmemişik. Bu Tutuklamalar, Azerbaycan Halk Cephesi dediğimiz parti anladığım kadarıyla Aliyev'in karşısındaki ciddi anlamda muhalefet partisini oluşturuyor. Yani en güçlü siyasi parti, değil mi? Yanlış hatırlamıyorum. aynen Hasan Bey, şu an Azərbaycanda ana mühalif partidir. Hı hı. Birinci partidir. Azərbaycanda bir çox qanunsuzluqlar, vətəndaş haqlarının pozulması, bir çox yolsuzluqlara qarşı millətin və demokratiya və milli dəyərlər uğrunda aparılan savaşa hər kəs qoşulmuşdur. Bu savaşa biz də təbii ki qoşulduq bir gənc olaraq. Bu ölkədəki haqsızlıqlarla barışmaq istəmirdik. 2018-ci yılda partiya üye olduq və sokaklarda protestolar, toplantılar, maalesef ki bir neçə kəs tutuklamalar oldu, gözaltına alınmalar oldu. Siz partide gazeteci olarak, değil mi? Yani partinin biraz böyle medya ilişkileri anlamında çalışmıştınız galiba anladığım kadarıyla. İnternet üzərindən müəyyən protestoların yayılması, onların insanlara çatdırılması kimi bəzi tabii ki görevlər var idi. Hər kəsin bir rolu var orada. Müəyyən insanların çevrəmizdə yaşayan, kasabamızda yaşayan bir çox insanların bilgiləndirilməsi, onların müəyyən toplantılara çağırılması kimi bir vətəndaş olaraq, bir partiya üyəsi olaraq o görevi üzərimə almışdım. Yəni bacardığımız qədər yapırdıq. Çağırırdıq. Kasabamdan tanıdığım insanlardan dəvət edirdik. Maalesef ki insanlarda biraz iktidar qorxusu var. Gəlmək istəmirlər. Biraz reklam divarları yapıştırırdıq. Öyle bir organizasyon işleri yapmaya çalışırdık. Siz ondan dolayı da mağdur oldunuz galiba. Yani bu faaliyetlerinizi yapmanıza karşılıksız kalmadı. Anladığım kadarıyla gözaltına alındınız. İşte yargılamaya tabi tutuldunuz. Hakkınızda farklı cezai takibatlar da başlatıldı. Kısaca bundan da bahsetmek ister misiniz? Aynen. Bizim en büyük toplantılardan biri 2018-ci yılda oktyabr ayında ve noyabr ayında olmuştur. Aynen, böyük toplantılar izdihamlı ve o toplantılarda tabii ki iştirakçı kimi, en siyasi fəal kimi, hər bir siyasi fəal kimi biz də gözaltına alındıq. Yanlış və saxta ittihamlarla, məhkəmə kararları ilə bir 10 gün müddətinə inzibati həbs verdilər bizə tabii. Və ondan sonra 2019-cu ildə yenə saxta məhkəmə kararları ilə dövləti zorla ələ keçirmə, dövlət anayasasını dəyişmə kimi maddələrlə saxta, başqalarının əmlakına ziyan vermə kimi maddələrlə 20 gün gözaltına alındıq, həbs olunduq. Yanlış məhkəmə kararları, saxta ittihamlarla. Tabii ki bu saxta ittihamları hər kəs bilir, bütün mühalifətçilər bilir. Dövlət tərəfindən gələn siyasi sifarişlər əsasında olur. Bunların heç bir kanıtı yox, heç bir kanıtı söykənmir. Siyasi sifariş
mühaliflərə qarşı yargılanır, ədaletsizliklər olur məhkəmələrdə maalesef. Peki orada savcılık ve mahkemeler nasıl çalışıyor onu merak ediyorum. Yani diyelim herhangi bir şekilde muhalif bir kişiye yönelik olarak böyle bir soruşturma açacak olduğunda polis anladığım kadarıyla şey yapıyor. Siz söyleyin yani işte delilleri bir şekilde kendine göre topluyor ve dizayn ediyor. Sonrasında da bunu savcılığa gönderiyor. Savcılık da sizi gerçekten dinliyorlar mı? Yani kendinizi savunabiliyor musunuz orada? Yani diyelim savcılık sizi aldı işte orada şey yapıyorsunuz. Gözaltındasınız ve ifade vermeniz gerekiyor. Yani bir muhalif olarak size ayrı bir muamelede mi bulunuyorlar yoksa gerçekten böyle bağımsız tarafsız bir hakim ve savcı var mı Azerbaycan'da? Bağımsız və demokratik hakim mən olduğunu inanmıram Azərbaycanda. Yoxdur belə bir şey. Çünki biz şahid olmamışıq. Çünki bütün hakim və savcılar, adliyə orqanlarında çalışanlar mütləq bu sistemə, bugünkü hakimiyyətə bağlı insanlar olması lazım. Əgər bu hakimiyyətə, bu qurulan sistemə sən bağlı olamazsan, sən o hakimlik zirvəsinə gəlib ulaşamazsın. Mümkün deyil. Tamamilə bu sistemə bağlı olman lazım. Verilən qərarları şəxsi və şübhəsiz yerinə gətirmən lazım. Şu an məsələn AXCP partiyasının Əli bəyin yanında bulunan Tofiq bəy, Milli Şuranın üzvü, həbs olunan Zamin Salayev, Əli Kərimin özü olsun, bir çox siyasi fəallar saxta ittihamlarla həbs olunub və bunu Azərbaycanda qəbul edən hakimlər də biliyor. Amma o qərara qarşı çıxamaz. Çünki o qərar Azərbaycan hakimiyyət tərəfindən verilən siyasi sifarişdir. Bunu yerinə gətirmək zorunludur artıq bu adamlar üçün. Dəyişiləməz və güzəşt olunamaz. Yani diyelim herhangi bir hakimin diyelim öyle ki yaşandı mı böyle iktidarın hoşuna gitmeyecek bir karar verdiğinde hakimin başına ne geliyor mesela? Yani tutuklanıyor mu, meslekten mi ihraç ediliyor, görev yeri mi değiştiriliyor? Var mı öyle örnekler gördüğünüz? Əslində Azərbaycan məhkəmələrinə nəzarət edən Azərbaycan Məhkəmə Heyəti və Məhkəmə Şurası var. Biliyorsunuz, bütün dövlət praktikalarında bu belədir. Qərarlar və hakimlərin verdiyi yanlış qərarlar, hakimlərin axtarması və işdən azad olması kimi Məhkəmə Heyət Şurası qərar verir. Hakimlərin nizam-intizam qaydalarını, onların verdiyi qərarlar Məhkəmə Heyət Şurası tərəfindən müzakirə olunur. Amma maalesef bu praktikada, Azərbaycan praktikasında böyle deyil. Yəni bir hakimiyyəti verdiyi siyasi sifarişə qarşı bir hakim qəti şəkildə çıxamaz. Bu mümkün deyil. Əgər bir gün Tofiq Yaqublu'nun həbsi Azərbaycan hakimiyyətinin maraqlarına hizmət edirsə, bunu hakim yerinə gətirmək zorundadır. Və o deyəməz ki, Tofiq Yaqublu heç bir suç sahibi deyil, tamamilə günahsızdır, bu iddialar saxtadır. Hətta məhkəmələrdə para ilə yalancı şahidlər belə gətirirlər. Tabii ki, ölkə iqtisadiyyatı kötü durumda olduğu üçün insanların bir çox bu rola, bu obrazı üstünə götürməyə razıdır para için. Gəlir yalandan şahidlik yapır. Çünki insanların durumunu nəzərə alsaq, insanlar 200 manat için veya 300 manat için istediğin insanın üzerine durarak şahitlik Peki şu anda yapmak. Azerbaycan'da da ciddi ekonomik kriz var galiba anladığım kadarıyla. İnsanlar fakir mi? Yani o anlamda mı çok rahat bu tür vaatlerle kandırılabiliyorlar? Aynen. Çünki ölkədəki iqtisadi durumun tamamən çökməsi və şu anda ölkədəki iqtisadi vəziyyətin bir adamın əlində cəmləşməsi ölkənin tamamən çöküşünə gətirib çıxartdı maalesef. İnsanların bir çoxu çarəni müəyyən yasal yollarla para qazanmaqda bulurlar. Məsələn, Tofiq Yaqublu'nun məhkəməsində onun üzünə duran adam oğlu İsrail vətəndaşıdır. İsraildə hizmət edir. Amma adam gəldi məhkəmədə şahidlik yaptı. Tamamən Tofiq Yaqublu'nun bu suçu işlədiyini məhkəməyə bir türlü kanıtladı və qəbul olundu. Tofiq Yaqublu 9 sənə iş aldı. Heç bir suç olmadan adam 9 sənə iş aldı. Və bu gün də məsələn Azərbaycan Xalq Partiyasının lideri Əli Kərimə qarşı sürülən ittihamlar saxta. Dövləti zorla ələ keçirmə, dövlətin anayasasını dəyişmə zorunlu. Şu anda kendisi Ama tutuklu galiba değil mi? Yani darbeye teşebbüs ettiği için tutuklandı galiba. Bu Aralık ayında yanlış hatırlamıyorsam. Öyle bir hatta işte medyada işte Rusya bunu önledi, işte Rusya haber verdi anlamında şeyler de var galiba. Öyle şeyler okumuştum bilmiyorum. Anladığım kadarıyla Türkiye'de de 15 yani Temmuz'un bir benzeri durum Azerbaycan'da oynanıyor sanki. Yani bir darbe iddiası var ve bu iddiayla bağlantı olarak birçok insan mağdur ediliyor ve edilme potansiyeli var. aynen o bizdə Cumhurbaşkanı yardımçısı Cumhurbaşkanının işlərini o görevlərinə aparacaq, sahib olacaq bir məmur Ramiz Mehdiyev. Azərbaycanda hər kəs onu tanıyır. Ramiz Mehdiyevlə Əli Kərimin sıx əlaqələrini bəhanə edərək onu tutukladılar və hətta Əli Kərimin evində qanunsuz olaraq arama qərarı çıxartdılar.
və arama apardılar. Ramiz Mehdiyevin Əli Kərimə göndərdiyi bir məktubu buldular. Tabii ki bu saxtadır, hər kəs biliyor. Niyə bir adam şu an texnoloji bir dövrdə yaşayırıq, telefon, SMS və niyə Əli Kərimi Ramiz Mehdiyevin məktubunu evində saxlasın? Və o məktub əsasən Əli Kərimin Ramiz Mehdiyevdən yıllardır maliyyələşdirdiyini, yəni para verdiyini o irəli sürdülər bu saxta ittihamı. Tabii ki Əli Kərimi gözaltına aldılar. Əli Kərimin yanında bulunan Gültəkin Hacıbəyli o dönəm Türkiyədə idi. Onun övladı Türkiyədə oxuyur, təhsil alır. Hı. Və Türkiyədə 2 yıllık oturumu olmasına rağmen, yaşama haqqının olmasına rağmen şu an Gültəkin Hacıbəyli Türkiyədə Arnavutköy'də deport mərkəzində tutulur. Tək üzrətdə qadının. Yeni mi gözaltına alındı? Yeni oldu galiba bu işlem o zaman. Aynen bu olaylar baş verdiğinde Gültəkin Hacıbəyli gözaltına alındı. Türkiye hakimiyet tarafından. Yani peki bunun altında muhtemelen Azerbaycan'da Aliyev'in ciddi bir baskısıyla ve talimatıyla oldu galiba. Yani bu bir şekilde peki bu diyelim Arnavutköy'de gözaltına alındığında Azerbaycan medyası, iktidara yakın medya bunu muhtemelen kullanmıştır. Ona nasıl bu haberi değerlendirip kullandılar? Azerbaycan halkına nasıl yansıttılar bu olayı? Bir çox insanlar Türkiyə dövlətinin, Türkiyə hakimiyyətinin, bugünkü mövcud hakimiyyətin verdiyi bir karara çox üzüntü ilə yaxlaşdılar. Yəni biz bu kararı bəkləmirdik. Bəzi insanlarda Azərbaycanda da biliyorsunuz Türk sevdası ilə yaşayan insanlar var, Erdoğan sevdası ilə yaşayan insanlar var. Ben bu olayın olmasına çox məmnun değilim. Gültəkin hanımın öz durumda tutuklanmasına. Ama bir durumdan da bu əslində çox iyi oldu. Çünki Erdoğan sevdası ilə yaşayan insanlara tamamen yanlış bir siyaset tuttuklarının ispatı oldu. Maalesef ki iki devlet bir siyasi xətt üzerinde yürüməkdədir. Bir-birinin siyasetini takip etməkdədir tabii ki. Ama Türk devleti için, bir kardeş devlet için böyle bir durumun olması arzu olunmazdır tabii ki. Yani bir bayanın tutuklanarak tek ücrette terörçülerle aynı ücrette, tek olan ücrette yani deport merkezinde tutulması, Azerbaycan'a iade olması beklenilir. Çünkü Azerbaycan Gültəkin Hacıbəyli'ni tutuklama kararı almış artık. Suçlama ne? Yine darbe teşebbüs veya darbe yapma veya buna teşebbüs etme suçlaması mı var onun hakkında da? Aynı ittihamlar Ramiz Mehdiyevlə siyasi əlaqələrin olması, Ramiz Mehdiyev tərəfindən yıllardır maliyyələşmə kimi para almış, maliyyələşmiş, Ramiz Mehdiyev tərəfindən dövlətə qarşı qışqırtma, dövlət anayasasını zorla ələ keçirmə və dəyişmə, dövləti zorla ələ keçirmə kimi maddələrlə ham yargılanmaqdadırlar. Maalesef ki Azərbaycan anayasasında dövləti zorla ələ keçirmə və dövləti anayasasını zorla dəyişmə maddələri var. Onu hər kəs oxuya bilər. Orada yazılmış ki bir grup insanları silahlandırma, silah vermə, önceden planlama kimi bir çox şeyler var. Ama Əli Kərimi tabii ki kimseye silah verəcək gücə nə sahibdir, nə də öyle bir əhlaqa sahibdir. Əli Kərimi sadəcə demokratik və müstəqil fikirləriyle bugün Azərbaycan hakimiyyətinə qorxu saçırdı. Bugün Əli Kərimin azadlıqda olması Azərbaycan hakimiyyəti üçün böyük bir təhlükə doğurur. O yüzden bugün Əli Kərimi tutulması tabii ki birbaşa Azərbaycan hakimiyyətinin maraqlarına hizmet edir. Evet yani peki şey merak ediyorum yani Azerbaycan'da medya nasıl? Yani medyanın ciddi anlamda böyle bir bağımsızlığı var mı? Yani veya muhalif medya var mı daha doğrusu? Yoksa tüm medya Aliyev tarafından mı kontrol ediliyor? Azərbaycanda televizyon kanallarındaki bütün program və televizyon başqa kanalları dövlətə hizmet edəcək artıq durumdadır. Orada bir Qarabağ qazisi və yaxud da bir mühalif çıxıb dərdini anlatamaz. Bırakmazlar, izin yok. Ancaq media kanalları, YouTube kanalları üzerinden fəaliyyət göstərirlər. Ama son zamanlarda onlar da artık bəziləri kapatıldı. Azərbaycanda Toplum TV var idi. Maalesef kapatıldı Toplum TV. O bugünkü gündə hakimiyyətin yolsuzluqları, korrupsiya, rüşvət olayları hakkında çok büyük süjetler hazırlamıştı. Video çarklar hazırlamıştı. Maalesef Toplum TV'nin bütün əməkdaşları demək olar ki tutuklandı. Hamı tutuklandılar, hapishanelere atıldılar. Sahte ittihamlarla tabii ki. Ve bugün çok siyasi, bugün Avropa İnsan Hakları Şurasının, Avropa İnsan Hakları Təşkilatlarının açıqladığı son statistika var. Azərbaycanda siyasi məhbusların sayı 352'yi geçmiş. 350'den fazla. 350'den. Bunlar şey mi? Yani içerisinde siyasi milletvekilleri, gazeteciler veya normal iş insanları falan var galiba değil mi kendi aralarında yoksa içerisinde? Siyasi məhbus dedikdə yalnız gazeteci, jurnalist, siyasi aktivist ve onun 50%'i Azərbaycan Xalq Partiyasının üyələridir. Sadəcə 50%
gazeteci, jurnalist ve YouTube üzerinden faaliyet gösteren birçok medya kurumlarıdır. Anladım. Yani o zaman şu anda Azerbaycan'da Türkiye'de olduğu gibi yani veya şöyle söyleyeyim yani ben biraz da Türkiye ile benzer durumları var mı yok mu onu merak ettiğim için soruyorum. Yani Türkiye'de böyle muhalefet yapan gibi gözüken ancak iktidarla beraber çalışan bir medya var. Veya işte muhalif gibi gözüken siyasi partiler var. İşte CHP'de, MHP'de hani bu anlamda diğer partiler de sayılabilir. Azerbaycan'da da benzeri şekilde Aliyev'in karşısındaymış gibi gözüküp ancak ona gerçekte destek veren medya ve muhalefet partileri var mı? Tabii ki var. Hətta onlardan biri mənə YouTube səhifəmdə və Facebook hesabımda küfürlər yazırdılar ailəmə və bana siyasi fəaliyyətimdən dolayı. Onlardan birini məsələn söyləyə bilərəm, Gələcək Azərbaycan Partisidir. Gələcək Azərbaycan Partisi. Tabii ki, o partinin qurucusu eski Azərbaycanın Cumhurbaşqanı olmuşdu maalesef. O bir gün sadəcə olmuşdu, bir gün. Başarılı olmadığı için xalq tərəfindən oradan indirildi. Rəsul Quliyev şu an Amerikadadır, sığınma haqqındadır. Onun Azərbaycanda qurduğu Gələcək Azərbaycan Partisi Azərbaycan hakimiyyətinə birbaşa əlaqələri olduğu halda kəndlilərini müxalif və müxalif partiya olaraq elan edirlər. Amma maalesef insanlar hər şeyin doğrusunu daha iyi bilir Azərbaycan xalqı. Şu an kimin daha xalqın tərəfində, xalqın cəbhəsində olduğunu. Onlardan biri eski liberal partiyaydı. O demək olar ki, ləğv oldu, sıralardan çıxdı və televizyon kanalları arasında bir çox zamanında müxalif partilərdə yer alan, müxalifətçilərin yanında yer alan, amma şu anda iktidarla işbirliyinə keçən bir çox insanlar da var. Məsələn, onlardan biri Rauf Arifoğlu kimi tanınan gazeteci, ünlü gazeteci Rauf Arifoğlu. Dövlət tərəfindən ev aldı, medalya aldı və cəbhəsini dəyişdi. Cəbhəçilərə qarşı düşüncələri və fikirləri dəyişdi Rauf Arifoğlu'nun. Və bir çoxları var. Bugünkü gündə artıq bizim yaptığımız bir mübarizənin bizə nə faydası var deyərək, bu millətə fayda etməz deyərək artıq Azərbaycan hakimiyyətinin işbirliğine keçib böyük mal varlıq əldə edən hətta müxaliflər var. Yani evet bu anlamda çok da Türkiye'ye yabancı şeyler değil. Yani itibar ve yani sonuç itibariyle muhalefet gibi gözüken ancak aslında iktidarla beraber çalışan veya süreç içerisinde iktidarla mücadele edemeyeceğini anlayıp onunla bir şekilde işbirliği yapan insanlar var. Yani bu ayrı bir şey ama siz de tabii bu anlamda örnek bir mücadele gösteriyorsunuz. Özellikle yurt dışında da çeşitli faaliyetleriniz var. İşte insan hakları örgütlerinin yapmış olduğu faaliyetlerde kendi yaptığınız çalışmaları, işte Azerbaycan'da yaşanan işte hukuksuzlukları ve oradaki insanların mağduriyetlerini anlatıyorsunuz. Anladığım kadarıyla İsviçre'de de böyle bir toplantıya katıldınız veya katılma teşebbüsünüz oldu diyelim ve katıldıktan sonra da bir şeyler yaşadınız. En azından 10 Aralık 2025 tarihinde böyle bir toplantıda konuşmacı olarak yer aldınız. Ancak sonrasında anladığım kadarıyla bir mağduriyet yaşadınız. Yani Azerbaycanlı muhalif olmak yurt dışında da sizin için bir bedel ödemeyi de içinde barındırıyor galiba. Neler yaşadınız bu toplantı öncesinde sonrasında kısaca bahseder misiniz? Bu toplantı 2023-cü ildəki bu toplantıdan sonra Azərbaycanda karımın önünü kəsmişdilər. Onu ölümlə təhdid etmişdilər. Çocukların əlindən alınmasıyla təhdid etdilər. Karım mənimlə tez-tez konuşurduq və mən karıma qəti şəkildə dışarı çıxmamağı tövsiyə etdim. Və hətta bir yaxında Tofiq Yaqublu'nun verilən saxta ittihamlarla həbsinə görə biz Azərbaycan konsolosunun qarşısında etirazda bulunduq. Və ondan sonra gecə evimin önündə bir ay keçməmişdi, yanlış yapmıramsa. Evimin önündə iki kişi tərəfindən saldırıya uğradım. Tabii ki, İsveçrə polisinin haberi var. Polisə getdi ifadə verdik. Kameralar incələndi. Və maşının İsveçrə numarası olmadığı ispat oldu. Tabii ki, Avropa numarası idi. Yabancı bir araba tərəfindən. İsveçrə prokurorluğu şu an bu iş üzrə cinayət işi başlamış və araşdırmalar şu anda devam edir. Yani muhalif olmak o zaman yani peki bunu yapan devlet ajanları mıydı? Yani Azerbaycanlı yetkililer miydi? Yoksa burada Azerbaycan iktidarına kendini yakın hisseden ve onunla hani bir şekilde menfaat birlikleri içerisinde olan iktidar partisinin yakınları kendiliğinden harekete geçerek mi size karşı böyle bir eylemde bulundururlar? Bu saldırıdan öncə mən internet üzərindən təhdidlər alırdım tabii ki. Tanımadığım şəxslərdən alırdım. Hətta avukatım İsveçrə Federal Məhkəməsinə belə sundu. Dəlillər ki, təhdid alırıq. Yəni bu həyatı üçün böyük bir təhlükə doğurur. Lütfən bu konuda araşdırmanızı rica edirik. İsveçrə məhkəməsi
Tabii ki İsveçrə polisi də bu duruma xəbərdardır. Amma şu an bu sorunun Azərbaycan hakimiyyəti ilə bağlı olduğu için, konkret ortada bir şəxsin olmadığı için bu konuda erkən fikir bildirmək biraz zordur İsveçrə polisi için. Zaman istəyirlər. Məsələn, mən sizə bir misal göstərə bilərəm. Azərbaycanda hər kəs tanıyır, keçmiş ovqat Hatay rayon deyilən bir bölgədə prokuror çalışırdı. Cinayət vakalarını araşdıran Vidadi İskəndərli. Fransada iltica haqqında bulunmuşdu və Fransa adama iltica haqqında vermişdi. Adam Hı hı. Fransada Vidadi İskəndərli 22 bıçaq zərbəsi ilə öldürüldü maalesef Ne zaman Fransada. oldu bu olay? Hasan Bey, o bu yıl içərisində oldu. Yəni keçmiş yıl, bu yıl başından öncə baş verdi Hı hadisə. hı. Vidadi İskəndərli Evet. bir yıl olmadı. Yəni bütün Azərbaycan qəzetləri, Azərbaycan mətbuatı yazırdı bax da. Vidadi İskəndərlinin ölümü tabii ki birbaşa heç bir Fransalının marağına hizmət etmir. Bir Fransalı niyə Vidadi İskəndərini öldürsün tabii ki. Burada bu Vidadi İskəndərinin ölümü kimə hizmət edir? Bütün Azərbaycan xalqı bilir bunu açıq şəkildə. Yəni bir insan acımasız olub 22 bıçaq zərbəsilə birini öldürməsi Evet, evet. yəni bu nə qədər öfkəli bir şey. Yəni tabii ki mən bunu çox kötü şəkildə pisləyirəm. Yani bu dışarıda olan herkese karşı da bir gözdağı oluyor galiba. Yani peki şöyle söyleyeyim yani Azerbaycan'da ciddi anlamda bir iktidarın onun çevresinde olan işte iş insanlarının, medyanın ve işte artık yakın arkadaşlarının diyelim ciddi baskısı var. Onların zenginleşmesi var. Veya işte hukuku kendilerine göre kullanması var diyelim. Peki halk genel itibariyle böyle bir şey tepki göstermiyor mu? Yani halk içerisinde buna bir tepki gösterip yani bu iktidara karşı bunu değiştirme en azından yanlışlarını düzeltme konusunda bir harekete geçme ihtimali ve durumu var mı? Bilirsiniz Hasan Bey, bax mən sizə iki misal göstərəcəm. Azərbaycan xalqının niyə ayağa qalxmaması. Bugünkü gündəki kimi. Məsələn, Maduronu tutduqdan sonra ölkədəki qiyamları biz görürük. İranda baş verən qiyamları görürük. İnsanlar ayağa qalxmış. Amma niyə Azərbaycanda bu olaylar yaşanmır? Bu sorunun cavabı şu an verəcəyim iki cavab aldır. Birincisi, Azərbaycanda məhkəmə sistemlərinin ədalətli prinsip əsasında çalışmamasıdır. Tabii ki, bu məhkəmə sorunlarıdır, bu düzəlməyəcək. İkinci, Azərbaycanda işsizlik sorunları olduğu için Azərbaycan polislərinə, ədliyyə orqanlarına rüşvət verərək bir işin başına gəlməsini yaygınlaşdırdılar. İnsanların bir çoxu çarəni rüşvət verərək polisə düzəlməkdə, polisdə çalışmaqda görür və ədliyyə orqanlarında, itfaiyə, müəyyən dövlət orqanlarında rüşvət verərək çalışmanı bir çarə olaraq görürlər tabii ki. Tabii ki ben mesela bir gün konuştuğum zaman bana da ailem, kardeşim diyor ki lütfen konuşma. Sana göre bizi incidəcəklər, işimizdən olacağıq. Müəyyən dövlət tərəfindən baskılar görəcəyik və böyle olduğu halda birinin oğlu polis çalışır, birinin oğlu itfaiyədə çalışır, birinin oğlu rüşvət vermiş ədliyyədə çalışır. Tabii ki, hər kəs ailəsi üçün susmaq zorundadır. Ölkəni rüşvət verərək polis bir dövlətinə çevirdilər. Hər kəs çarəni rüşvət verərək polis çalışmaqda görür. 10.000, 12.000 manat. Hı hı. Yəni yol trafik ədliyyə artıq rüşvətsiz idarə olunan bir dövlət məmuru mən tanımıram və bir dövlət qurumu tanımıram. Ama yani bu en son seçimlerde 2024'teydi galiba. Anladığım kadarıyla %80, %92-93 oranında Aliyev oylar aldı. Yani dolayısıyla halkın o zaman büyük çoğunluğu bir şekilde iktidarı ve onun politikalarını destekliyor denebilir mi? Ne dersiniz? O söylədiyim o rüşvətlə verib işə düzələn insanların ailələri çünki oğlu dövlət məmurudur. Kardeşi dövlət məmurudur. Yerdə 180'i seçimlərə qatılmır. Zaten seçimlərin kim tərəfindən qazanacağı və seçimin nasıl sona varacağını hər kəs biliyor. Ona görə saxta bir seçim olduğu için kimsə qatılmaqdan imtina edir. Və bu yıl farkındasınız Avropa Şurası Azərbaycanın seçimləri izləmək üçün heç bir nümayəndəsini Azərbaycana göndərmədi və seçimləri tanımadı. Seçimlərin tamamilə saxta olduğunu Avropa Şurası təsdiq etdi və qatılmadı və heç bir Avropalı nümayəndə olmadan seçimlər baş tutdu. Yenə də tabii ki, bugünkü Azərbaycan iqtidarı hakimiyyətdədir. Amma heç bir Avropa Şurası, Avropa İnsan Haqları təşkilatları Azərbaycandakı bu seçimləri qətiyyən tanımadılar və heç bir nümayəndə göndərmədilər Azərbaycana. Evet yani bu durum ilginç bir şey. Tabii ki muhtemelen karşısında teşkilatlı, organize bir muhalefet hareketinin olmaması da galiba bu durumda etkili. Sonuçta demin bahsettiğiniz gibi eğer Aliyev ve etrafındaki iktidar partisi diğer muhalefet partilerini kontrol ediyorsa ve onlarla gizli ve açık ortak çalışıyorlarsa halk bu durumda zaten seçimin
Yani çok göstermelik olduğunu muhtemelen görüyor. Yani yurt dışındaki gözlemciler de herhalde böyle değerlendirmişlerdir diye düşünüyorum. Yani halkın bunu herhalde kabul etmesi veya kabul ettiğini düşünmek çok anlamlı olmaz. Yani demin bahsettiğiniz gibi ciddi bir ekonomik kriz varsa, işsizlik varsa, rüşvet varsa yani normal onurlu bir vatandaş bundan şikayet etmesi lazım. Aynen bir məhkəmə kanıtı var məsələn mənim əlimdə. Əli Kərimliyə yurt dışına getməsi üçün pasportun verilməməsi təbii ki, Azərbaycan anayasasına ziddir. Hər bir vətəndaş yurt dışı pasportuna təmin olması lazım. Müraciət etdiyi halda verilməsi lazım. Əli Kərimli Bakı İnzibati Məhkəməsinə İdare müraciət etdiyi Mahkemesi'ne evet. müraciət etdiyi halda məhkəmə Əli Kərimlinin iddiasını əsassız buldu. Əsassız buldu və işə baxmadı, xitam verdi. Əli Kərimli 2009-cu ildə Strasburq Avropa İnsan Haqları Məhkəməsinə başvurdu. 2015-ci ildə Əli Kərimlinin sərbəst şəkildə yürüməsi və ölkədən çıxması, səyahət etməsi haqqının əlindən alınması ilə bağlı Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hökumətinə 8,6 min avro Əli Kərimliyə təzminat verilməsi barəsində qərar verdi. Amma maalesef ki bugün bu karar hala yerinə gətirilmədi və bugün Peki bu Aliyev niye Ali Kerimli'nin dışarı gitmesini istemiyor? Yani ondan niye korkuyor? çünki Azərbaycanda baş verən bütün siyasi gedişatları və siyasi olayları müəyyən Avropalı nümayəndələrlə görüşdükdə onların diqqətinə çatdırdıqda əsl Azərbaycanda o siyasi mahiyyətin nədən ibarət olduğunu tabii ki onlar da biləcək və bu durum Azərbaycan hakimiyyətini rahatsız edir. 6 ildir sınırlar kapatılır. Bütün dünyada pandemi bittiği halde Azerbaycan'da pandemi bahanesiyle bütün 6 yıldır sınırlar kapatılmıştır maalesef. Kapatılmıştı derken Ülkeye şey mi? Vize vermiyorlar veya işte dışarı gitmesi için halkına pasaport mu vermiyor Azerbaycan? Yani veya zorlaştırıyor mu viza, bunun şartlarını? viza verir. Ama maalesef ki herkes vize almak şansı yoktur herkeste. Sahip değil o şansa. Yani quru sərhədlə, arabaları ilə gəzərək mi başqa dövlətlərə, qonşu dövlətlərə keçə biləcək vətəndaşlar bir haqlarından məhrum olmuşlar. Gürcüstan kimi, Hmm. Rusiya kimi, Türkiyə kimi. Yalnız hər kəsində maddi imkanı yoxdur ki, tabii Gürcüstana getsin və ya Türkiyəyə getsin. Bunu bugünkü hakimiyyət də bilir və ona görə 6 ildir sınırları kapatmışlar. Və bu gün Azərbaycan Xaçpəs Partiyasının bir çox üyəsinə baxdığımızda məhkəmə ittihamları, hər o məhkəmə qərarlarına baxsaq bir çoxu narkotiklə, narkotik maddələrin satışı, kullanılması kimi maddələrlə həbs olunurlar. Bəziləri dövlətə zarar vermə. Və bu gün bana məraklı olan biliyor musunuz Hasan bəy? Bu gün Azərbaycan sınırlarından sorumlu olan general var, Elçin Quliyev. Hər yıl adama medalyo verirlər, tərtib edirlər. Azərbaycan sınırlarını bu yıl qoruduğu üçün statistika verirlər ki, bu yıl ölkədəki cinayətin sayı azaltılmış, narkotikin sayı azaltılmış. Madem ki hər yıl medalya alırsa, sınırların koruması üçün tərtib olunursa, ölkədə bu qədər narkotik nereden gəlir və kim tərəfindən soxulur və bu yargılanan bu insanlar bu narkotiki nereden bulurlar? Əgər verilən karar məhkəmə tərəfindən doğrudursa, Evet. Əgər həqiqətən də ölkədə bu gün narkotik sorunu varsa, Elçin Quliyev hər yıl niye madalya alır? Dövlət tərəfindən niye tərtib olunur? Bax ben onu anlamıram. Evet. Yani sonuçta Türkiye'de olduğu gibi yani şu anda uyuşturucu kaçakçılığı yapan polisler, jandarma, işte askeri yetkililer, adliyedeki savcılar bir şekilde bu uyuşturucu trafiğinin içerisindeler. Narkotik işlerinin diyelim. Anladığım kadar Azerbaycan'da da benzeri şekilde bundan ciddi anlamda hani menfaat temin eden kişiler var. Ondan dolayı yani siyasiler de bunun içerisinde. Yani sonuçta ciddi bir uyuşturucu sorunu varsa Azerbaycan'da veya var mı nasıl yani ciddi anlamda uyuşturucu kullanımı yaygın mı Azerbaycan'da? Onu sorayım. Aynen çox maalesef ki, çox təəssüf edirəm ki, demək olar ki, gənclərin bir çoxu artıq narkotik bağımlısı yapmışlar. O bilərək dövlət tərəfindən yürüdülən bir siyasətdir və həm narkotik ölkəyə yaymasında, həm də reabilitasiya mərkəzlərinin, müalicə tədavi mərkəzlərinin açılmasında dövlət tərəfindən yaygındır. Yəni orada müalicələr və tədavilər 6-7 min manat, hətta 3 min dollara kadar çıxa bilir. Yəni böyle şəkildə hər türlü millətdən zorunlu şəkildə para qazanmanın yolu bulmuşlar. Hətta mən sizə bir məhkəmələrlə bağlı bir faktı da söyləmək istiyorum. Hətta Azərbaycan Respublikasının parlamentası 7 noyabr 2004-cü ildə Azərbaycan məhkəmələri ilə bağlı bir çox qanun layihəsi qəbul etdi. Orada məhkəmələrin məhkəmə və məhkəmə heyət şurasının islahatları və qanun dəyişiklikləri barəsində qəbul etdiyi kurallar idi. O kurallarda məhkəmələrin ədalətli prinsiplərlə çalışması, hakimlərin və savcıların müstəqil karar verməsi
və onların yanlışlarının, verdiyi yanlış qararların məhkəmə heyət şurasına verilərək onların yükünün azaldılması kimi bir çox qanun layihələri qəbul olundu. Hakimlərin vəzifələrin yüksəlməsi və azad olunması kimi. Amma bu gün qəbul olunan qanunlar təbii ki, kağız üzərində qalmışdır. Məhkəmə heyət şurası bütün etkilərə sahib olsa da, amma məhkəmənin gedişatını dəyişə bilməz. Verilən qərarı təbii ki, dəyişə bilməz. O hakimlərin və savcıların nizam-intizam qaydalarını müəyyənləşdirir, nizam-intizam prosedurlarını müəyyənləşdirir və qərar verir. Amma bu gün Azərbaycan məhkəmələrinə və verdiyi yanlış qərarlara baxsaq, bu gün məhkəmə heyət şurasının heç bir rolunun tamamilə olmamasının, əlindən alınmasını biz görürük. Bu gün savcıların vəzifələrinin yüksəlməsinə mən danışacağam və yaxud da işdən azad olmasından azca sizə məlumat vermək istəyirəm və başda vurğuladığım kimi, əgər yaxın akraban, bir numaralı akraban, amcan, dayın və yaxud da arkadaşın əgər Azərbaycan ədliyyə orqanlarında çalışırsa, tamamilə bu sistemə bağlıdırsa, bugünkü hakimiyyətə bağlıdırsa, sənin hüquq bölümünü bitirdikdən sonra hansısa bir ədliyyə orqanlarında işə başlaman gələcəkdə sənin Azərbaycan Ali Məhkəmə və Azərbaycan Anayasa Məhkəməsinə qədər gedib çıxmana yol aça bilər. Və bu gün Azərbaycandakı o cinayət vakalarından statistikaya baxsaq, cinayətlərin artması Azərbaycandakı insanların Azərbaycan məhkəmələrinə inamsızlığını, tamamilə ümidini itirməsinə gətirib çıxardır və sonunda məişət cinayətlərinə gətirib çıxardır. Artıq insanlar sorunları kəndi bildiyi yollarla həll etməyə çalışırlar, təbii ki. Bu da cinayətlərə yol açır. Çünki məhkəmələrə olan ümidlərini itirmişlər adamlar. Evet, yani yargı bu şekilde otoritesi sarsılmışsa ister istemez kendi sorunlarını kendi çözeceklerdir. Ama biraz önce şeyden bahsettiniz ilk girişte Azerbaycan halkının Türkiye'nin iktidarı olan şu anda Erdoğan'a karşı önemli bir muhabbetinin olduğunu ve işte buna dair ilgisinin alakasının bulunduğunu söylediniz. Bu süreç içerisinde azaldı mı yoksa halen ciddi anlamda ciddi bir destek var mı? Türkiye'ye tabii ki ayrı ülke olarak değer veriyorlardır ama Erdoğan'ın iktidarına yönelik olarak böyle ciddi bir muhabbet var mı ve bu varsa bunun şeyi ne? Yani somut gerekçeleri ne? Onu biraz sizden dinlemek isterim. Azərbaycanda bir çox siyasi arkadaşlarımız var idi. Həqiqətən də Erdoğanın Azərbaycan xalqını, Azərbaycan insanlarını bu zor durumdan xilas edəcəyini, qurtaracağına inanırdı. Ya Mən onlara anlatmaya Aliyev'in karşısında mı olduğunu düşünüyorlar Erdoğan'ın? Yani onu Ali'yi sevmediğini, Ali'ye muhalif olduğunu düşünüyorlar. Aynen, maalesef öyle düşünürdülər. Amma mən bir çoxlarını anlatmaya çalışırdım ki, baxın, iki dövlət bir siyasi cizgi üzərində yürüyür. Bir-birlərini takip edirlər. Bir-birlərinə qarşı durması bu iki dövlət arasındakı siyasi çaxnaşmalara səbəb ola bilər. Siyasi məhəbbətlərin pozulmasına səbəb ola bilər. Və bunu bir çoxu anlamaq istəmirdi. Amma maalesef kəndi gözlərlə gördülər və Azərbaycanda bir çox insanların şu an Erdoğan sevgisi ilə yaşaması məni çox üzür. Yəni bu bəlkə də bilməm eğitimsizlikdənmi, təcrübəsinin olmamasından, siyasi təcrübəsinin olmamasındandır. Şu an Türkiyədəki 2015-ci ildə təbii ki, darbə olaylarında mən o prosedurları çox yaxından incələdim və izlədim. Bugünkü gündə Azərbaycan hakimiyyəti o Türkiyədəki baş verən o siyasi prosedurları çox yaxından izləyərək o siyasi ömrünü uzatmaya çalışır. Müəyyən həbslərlə, işgəncələrlə, təhdidlərlə, müəyyən bəhanələrlə, hətta Qarabağın alınması kimi bir prosedur düşünürəm ki, Azərbaycan hakimiyyətinin öz siyasi ömrünü uzatması üçün bir avantaj idi. Onun sonunda millətin zoru ilə Qarabağ təbii ki, məsələsi çözüldü. Bugünkü gündə o Azərbaycan xalqının Erdoğana olan inamının demək olar ki, 50% insanlarda artıq o inam etdi. Gültəkin Hacıbəylinin həbsindən sonra. Və istənilən bir mühalifətçi anladı ki, artıq Türkiyə siyasi səbəblərdən sığınmaq üçün o qədər güvəniləcək bir yer deyil, təbii ki. Yəni qardaş ölkə təbii ki, siyasi və politika üzərində qurulmuş bir anlayışdır bana görə. Bugünkü gündə bir hanımın böyle bir durumda tutulması və Azərbaycana iade olunma təhlükəsi varsa, biz bu gün Erdoğan siyasətinin tamamen Azərbaycan xalqının yanındadır deməmiz çox zor bir məsələdir Hasan bəy. Evet. Ya Azerbaycan Halk Cephesi anladığım kadarıyla ciddi anlamda hani Aliyev'in de muhatap alıp yok etmek istediğinden hani bu da çok rahat anlaşılabilir. İktidara talip ve bir şekilde onu zorlama konusunda potansiyeli olan bir siyasi hareket. Yani şu andaki bu Aralık ayındaydı galiba bu darbe ile ilgili iddia sonrasında da diğer partinin işte şubeleri, bürolara falan kapatıldı mı? Buna yönelik ciddi bir baskı var mı? Ve hani son olarak bu Azerbaycan Halk Cephesi Partisi'nin gelecekteki rolünü nasıl görüyorsunuz? Yani halk
gerçekten sizin politikalarınıza sahip çıkıp onu destekler mi? Yoksa Azerbaycan Halk Cephesi lideri başta olmak üzere diğer temsilcilerinin yaşadıkları mağduriyete birazcık seyirci mi kalırlar? Mən Əli Kərimlinin Azərbaycan hakimiyyətinin başına gəldiyi təqdirdə böyük islahatlar aparacağına inanırım. Tabii ki, bütün xalq da dəstəkləyir Azərbaycan Xalq Cəbhəsi Partiyasını. Başda söylədiyim kimi, sadəcə müəyyən faiz qorxu, insanlara təhdid, baskı, sokaklara çıxmağa, Azərbaycan Xalq Cəbhəsi Partiyasına dəstək olmağa biraz qorxudur onları. Azərbaycan Xalq Cəbhəsi Partiyasının televizyon kanalında bir kəndisinə məxsus bir kanalı belə yoxdur. Sadəcə YouTube üzərindən fəaliyyət göstərir və Azərbaycan Xalq Cəbhəsi Partiyası hakimiyyətə gəldiyi təqdirdə bu gün Azərbaycan xalqının sahib ola bilmədiyi, haqqı olduğu müəyyən zəngin resurslar, petrol, altın yataqları, tabii ki, bir çox ərəb dövlətlərinə baxdığımız zaman insanların hansı bir gözəl durumda, rifah içində yaşadığını biz görürük. Tabii ki, bu təbii resurslar bu millətin haqqıdır, hər kəsin haqqıdır və biz bir partiya olaraq, Azərbaycan Xalq Cəbhəsi Partiyasının üyəsi olaraq, partiya başqanı və onun arkadaşları adından tamamən ədalətli şəkildə ölkəni yönətəcəyimizə xalq qarşısında söz vermişik və bu sözümüzü tutacağıq tabii ki. Hər bir vətəndaş aynı hüquqa, bərabər hüquqa sahib olacaq o dövlətdə. Çünki biz demokratik və müstəqil bir dövlət qurmaya çalışırıq. Çünki bunun təməlini Azərbaycanın ulu öndəri Məmməd Əmin Rəsulzadə 1118-ci ildə göstərdi. Qafqazda ilk demokratik cümhuriyyət qurdu və biz bu gücə sahibik. Və inanıram ki, Əli Kərimli Azərbaycan Xalq Cəbhəsi Partiyasının başqanı, Azərbaycan hakimiyyətinin başına gəldiyi təqdirdə ədaləti sağlayacağına inanırım. Ədaleti bərqərar edəcəyinə inanırım və bütün xalqı Əli Kərim ətrafında birləşməyə çağırıram. Yalnız qurtuluşumuz budur. Başqa yolumuz yoxdur. Yəni bugünkü gündə bu iqtidardan, bu hakimiyyətdən qurtulmanın yolu yalnız haqqımızı tələb etməkdir Hasan bəy. Yəni başqa yol yoxdur. Evet, yani eğer halk gerçekten dediğiniz gibi buna şikâyetliyse ve bundan dolayı da ciddi mağduriyet yaşıyorsa olması gereken bunun çözümü noktasında bir organizasyon varsa ki anladığım kadarıyla Azerbaycan Halk Cephesi Partisi buna aday. Tabii onun yani en azından ve onun gibi partilerin diyelim projelerini destekleyip yani parti planlarını programlarını destekleyip arkasında durması gerekir ama anladığım kadarıyla Azerbaycan'da işleriniz çok kolay olmayacak gibi gözüküyor. Çünkü yargı tamamen iktidarın kontrolünde, medya kontrolünde. Deminden beri bahsettik, konuştuk biraz. Yine muhalefet yapabilecek tüm kişi ve kurumlar bir şekilde baskı altına alınmış. Halk fakirleştirilerek bir şekilde iktidara bağımlı hale getirilmiş. Yani işte uyuşturucudaki ve diğer suç oranlarındaki yükseklikten falan bahsettiniz. Ya bu durumda biraz kolay olmayacak gözüküyor ama tabii biraz da sizin yaşadıklarınızı dinlerken Türkiye'dekinin birebir aynısının orada yaşandığını görmek aslında iki ülkenin de kaderinin de belki aynı olacağını gösteriyor. Yani Türkiye'de ciddi bir kırılma yaşanırsa demokratik ve insan haklarına saygılı bir devlet olma anlamında belki bu Azerbaycan'da yansıyacaktır. En azından muhaliflerin gözaltına alınmadığı, hukuksuz olarak deport edilmediği bir ülke olması o anlamda da ciddi bir sinyal verecektir diye düşünüyorum. Son yorumlarınızı alayım. Yani süremiz de biraz doldu. Ne demek istersiniz son cümleleriniz itibariyle? Çünkü ciddi anlamda dolusunuz. Söyleyecek de bir sürü tecrübeniz, anılarınız var ama bu kısa yayında hepsini anlatmak mümkün değil tabii ki. Buyurun son yorumlarınızla beraber yavaş yavaş seyircilerimize veda edelim isterseniz. Ölkəmdə baş verən siyasi olaylar, siyasi gedişatların zor olduğunu biliyorum. Hər gün izləyirik. Hər gün arkadaşlarımızla mühabbətimiz var. Tabii ki, kolay deyil. Hər gün baskılar, tutuklanmalar, həbslər, gözaltına. Mən buradan bütün Azərbaycan Xalq Cəbhəsi Partiyasının başda Əli Kərim olmaq bütün üyələrinə Allahdan sabır diliyorum və güc diliyorum. Möhkəm olmalarını diliyorum. Mən inanıram ki, demokratik və müstəqillik çox uzaqda deyil, bir yaxındadır. Sadəcə gücümüzü toplayaraq xalqı demokratiya və müstəqillik yolunda aparmağı, o gücü özümüzdə bulmalıyıq. Və hər kəsə sabır diliyorum. İnşallah ki, demokratik və müstəqil bir dövlətin qurucuları olaraq bir gün sizin qarşınıza çıxa biliriz. Ümidi ilə. Umarım haklarınızı aldığınız, müreffeh bir Azerbaycan'ın yani olduğu ve orada yaşadığınız günleri hep beraber görmek temennisi diyelim. Başka bir yayında görüşmek üzere İtibar Bey. Kendinize iyi bakın. Hoşça kalın diyorum şimdilik. Təşəkkür. Değerli takipçiler, zaman zaman böyle İtibar Bey gibi elimizden geldiği kadar farklı ülkelerde mağduriyetler yaşayan
Kişilere de belki böyle yayın yapmamız gerekiyor. Çünkü biz 15 Temmuz öncesinde ve sonrasında mağdur olmuş ve halen de mağduriyeti çok farklı şekilde yaşayan insanlar olarak sadece bu tür sıkıntıların bizde olduğunu düşünme gibi bir bazen vehme veya yani yanılgıya kapılabiliyoruz ama hemen yanı başımızda Azerbaycan'da da bizimle beraber benzer aynı sorunları yaşayan insanlar var. Neredeyse aynı birebir kopya sıkıntılar yaşıyorlar. Yargı, medya, iş dünyası ve toplum itibariyle konuşuyorum. Aslında buradan hakikaten zaten hep kitabi olarak biliyoruz ama fiili olarak belki bunu yeniden tecrübe etmek şansımız var İtibar Bey gibi kişiler dinlediğimizde. Otoriter rejimlerin takip ettikleri bir yol haritası var. Ellerinde bir kılavuz var. Ve dolayısıyla bunlar her ülkede farklı dilde, farklı renkte de olsa uygulamaya devam ediyorlar. Ve aynı sonuçlar arıyorlar işin ilginç tarafı da. Umarım diktatörlerin, zalimlerin, hukuksuz işleri imza atanların kısa zamanda hani yok olduğu, halkların özgürlüklerini itibarlı şekilde yaşadıkları günleri görmek temennisi diyelim. Hoşça kalın. Başka bir yayında görüşmek üzere diyelim. Kendinize iyi bakın. İyi akşamlar diliyorum.